Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Əziz müsəlmanlar, dəyərli insanlar, assalamu aleykum. Hamınızı salamlayıram Allahın salamı ilə. Ramazan ayınız inşallah Allahın izni ilə yaxşı keçmiş olar. Allah ibadətlərinizi qəbul eləsin, oruclarınızı qəbul eləsin. Allah hamıya oruç tutmağa qismət eləsin. Allahın bizə fərz etdiyi gözəl ibadətləri eləməyə Allah hamımıza qismət eləsin və Qur'anın başlama ayı olan Ramazan ayının Qur'anı da anlama ayı biz eləyək. Bu Qur'anda da bu Qur'an dərsimizdə də bugünkü bizim dəvət ilə əlaqəli olacaqdır və Qur'anda 14-ə yaxın ayə keçməkdədir. Quran ayı olan Ramazanı biz Quranı anlamaya həzr eləyək. Bugünkü bizim mövzumuz dəvət ilə əlaqəlidir. Dəvət deyiləndə insanları haqqa, ədalətə, Qur'ana, Allaha dəvət eləmək nəzərdə tutulur. Bütün Qur'anda adı keçən 25 peyğəmbər, onların hamısı insanları tövhidə, haqqa, İslama dəvət eləyiblər. İndi bildiyimiz kimi bəzi peyğəmbərləri onlar öldürüblər, bəzilərinə zülm eləyiblər. Hətta öz yurdlarından kafirlər deyib ki, peyğəmbərlərə, bəzilərinə yurdlarından biz sizi çıxardacağıq, siz bizim atalarımızın uyduğu dinə uymalısınız deyə peyğəmbərlərə belə təhqir və yaxud da onlara belə hücum çəkərək onları incidiblər və bu barədə biz Quran ayələrini oxuyasıyıq. Dəvət əsasında peyğəmbərlərin qarşılaşdığı əziyyətlər, müşriklər və kafirlərlə onların müsahibəsi, onlar arasında olan ixtilaflar, onlar arasında olan müşriklərin peyğəmbərlər arasında etdikləri ixtilafları, onlara inanmaq istəməmələri və s. kimi Quran ayələrindən biz bunu anlayasıyıq. Dəvət deyiləndə bəziləri prizivani, rus dilində deyəndə, mən sizi prizivat eləyirəm Qurana deyəndə, bəzi insanlar o prizivat sözünü yorumlayırlar və yaxud da dəvət sözünü yorumlayaraq onu fərqli mənalara yozurlar. Elə bil ki, dəvət deyiləndə bəziləri prizivani sözü səhv başa düşürlər, səhv anlayırlar. Dəvət insanlar arasında bir diyaloq həyata keçirdikdən sonra onları İslamı anlamaya və tətbiq etməyə, Allaha dua etməyə, Allaha qul olmaya, Quranı öz dilimizdə anlamaya və İslamı üsullara görə yaşamaya və ibadət etməyə çağıran Allaha təslim mömin olaraq tanımlanır. Dəvət biz bildik nədir? Dəvət insan möminləri Allaha təslim olmaya, Allaha qul olmaya, Allahdan bütün duaları, namazı, orucu, hər bir şeyi Allahdan istəməyə. Quranda ayə də keçir. Bizim namazımız da, orucumuz da, qurbanımız da, həyatımız da, ölümümüz də aləmlərin Rəbbi olan Allah içindir. Və bütün peyğəmbərlər də bizi Qurana dəvət eləyiblər. Bütün Quranda adı keçən 25 peyğəmbərin dəvəti insanlara tövhidə, İslama, Allaha təslim olmağa olubdur. Allah elçiləri özü seçir. Biz bilirik ki, Allah hər qövmə bir elçi göndərir və elçiləri Allah özü seçir. Və hər qövmə də öz dilində danışan elçiləri peyğəmbər olaraq göndərən uca Allahdır. Hər bir qövmə öz dilində danışan dili ilə göndərib elçiləri. Peyğəmbərlər bizim kimi bəşərdirlər, bizim kimi insandırlar, yeyərlər, içərlər, yaşlanarlar, xəstə olarlar, ailə qularlar, bizim kimi insanlardır. Ancaq onlar din yolu ilə pul qazanmayıblar. Bəzi özlərini dindar hesab eləyən, dini özlərinə uyduranlar, din yolu ilə pul qazanmağa çalışan firqələr və yaxud da kimsə varsa, onlar Qurana zid hərəkət eləyirlər.
Amma Quranda adı keçən 25 dənə peyğəmbərin heç biri din yoluyla pul qazanmayıblar. Elə bil ki, başında təkya, əmmaməsi, təsbih, əlində əsa, elə bil ki, din üniformasına bənzədərək, mən də demişəm, bu Quran söhbətlərimdə olubdur, dinin üniforması yoxdur. Dinin üniforması İslam. İslam, o İslamı yaşadan insandır. O insandır dinin üniforması. O insanın adam kimi adam olmalıdır. Allah'a təslim olmalıdır. Odur onun üniforması. Yoxsa görünüş üçün hansısa əbadır, üstünə başına qoyulan o böyük papaqlardır, uzun saqqal, gödəklər. Bunlar vacib deyil. Qəlb təmiz olsun, insan kimi insan olsun. Üniformaya baxmayın, adamlığına bax. Allah Taala bizim qəlbimizə baxır. Kimin qəlbi necədir, Allah bilir. Biz Allahın yolundan çıxmayaq. Peyğəmbərlər bizim kimi bəşərdirlər, insandırlar. Onların vəzifəsi yalnız Qurana insanları dəvət etmələridir. Onlar yalnız özlərinə nə vəhy olunubsa ona uyarlar və bizi də ona dəvət edərlər. Onlar bir müjdəçi və xəbərdar edicidirlər. Onlar bizə müjdə verərlər və xəbərdar edərlər. Günümüzdə əlimizdə olan Rəsul da, yaşayan Rəsul da Peyğəmbərimizin vasitəsilə bizə çatıb. Allah Cəbrail mələk vasitəsilə Peyğəmbərə vəhy eləyib, Peyğəmbər də onu yazıb bu günümüzə çatan əlimizdə olan yaşayan Rəsul. Biz ona riayət eləməliyik və tam təslimiyyət göstərməliyik Qurana, Allahın hökmlərinə. Allah nə deyirsə o. Elə bil ki, Allahın ayələrini dində fətva kimi götürmədən hansısa uydurma hədisləri fətva götürə bilmərik. 23 il ərzində Quran nazil olunub və bu arada Peyğəmbər o həmin ayələri insanlara çatdıranda 23 il ərzində bəzi sözlər olub Peyğəmbərdən olan, anlaşılmayan sözlər olub, nəsə anlaşılmazdısa, o hədis vasitəsilə insanlara bəzi şeyləri bildirib, aydınlaşdırıb və bunlara biz hədis deyə bilərik. Əgər Qurana uyğundursa, əgər Peyğəmbərin ağzından o söz çıxıbsa, biz onları qəbul edirik. Amma qəbul etmədiyimiz şeylər, Peyğəmbərin adından uydurulan şeylər, onu qəbul etmirik. Və onu qəbul etsəniz, yoldan çıxmış sayılırsınız. Peyğəmbər bizə nə gətiribsə Allahın vəhyi, ona biz inanmalıyıq. Ona uyğun hədislər, Peyğəmbərin ağzından çıxan sözlər varsa, ona da biz güvənməliyik, inanmalıyıq. Onun yolu ilə biz hərəkət eləməliyik. Amma uydurmaları yox. Dində küllü miqdarda uydurmalar var. İslamda qanun, qayda Quran qoyur. Quranda da bütün qanun qaydaları qoymaq üçün hər bir şey Allah Taala nöqtəsindən virgülünə qədər hər bir şeyi qanun qaydası ilə incələyib və bizə aydın şəkildə göndərib. Və buna daha başqa bir şeylərə ehtiyac yoxdur. Hansısa hədis gücünə ehtiyacı yoxdur. Əgər hədis gücünə ehtiyacı varsa, Peyğəmbərin ağzından çıxan hədislər və Qurana uyğundurlarsa, onları qəbul etmək məcburiyyətindəyik. Qurana uyğun deyilsə heç birisi biz qəbul edə bilmərik. Peyğəmbərlər yalnız bir müjdəçidirlər və xəbərdar edicidirlər və onlar yalnız onlara nə vəhy olunubsa ona uyarlar. Allahın əmrlərindən çıxmazlar, Quran yolunu gedərlər, onu anlayaraq Quran yolunu gedərlər və bizi də Qurana dəvət edərlər. Peyğəmbərlər bizi Qurana dəvət edirlər. Yalnız əlimizdə olan yaşayan Rəsulu Quranı öz dilimizdə anlayaraq oxuyan insan tapmaq mümkün deyil. Çox az qismində insanlar əlimizdə olan yaşayan Rəsulu öz dilimizdə, Azərbaycan, Rus, Türk dillərində oxuyanlarımız var. Az qismində, çox az. Əksəriyyət onu ərəbcə savab qazanmaqdan ötürü musiqi ilə və ağlayaraq oxuyurlar. Nə oxuyan bir şey anlayır, nə də qıraqda onu dinləyən.
Əgər kimsə kiməsə Qurana öz dilində oxumağa dəvət etsə, o həmən üsyan eləməyə başlayar və Quranistdir deyərək bir digərini özgələşdirməyə çalışarlar və onunla danışmayın, o Quranistdir deyərək uyduraraq həmən insanı ləkələməyə çalışarlar. Əgər siz Qurandan bir referans gətirsəniz, həmən sizin adınız olacaq Quranist, bu bizdən deyildir deyə sizi ləkələməyə çalışacaqlar. Belə avam və cahil insanlara baş qoşmayın. Belə avam və cahil insanlar hər zaman, hər an, hər vaxt olublar və olacaqlar. Siz doğru yoldan gedin. Allahın ayələrini anlayaraq oxuyun və tam təslimiyyət Allaha göstərin. Onu ərəbcəsi oxuduğunuz qədər də Azərbaycancası, Ruscası, Türkçəsi, avar dilində Qur'anı oxuyun, anlayın o kitabı. Qula qul olmayın. Siz əgər Quranı özünüz axtarıb anlamasanız, kiməsə qul olacaqsınız. Çünki Allah Teala Quran-ı Kərimdə yenə deyir, bəzi din və elm insanları sizi yoldan saptıracaq. Saptırmamaqdan ötürü Allah Teala hidayət rəhbəri bizə göndərib. Biz əgər çalışmasaq, biz əgər işləməsək, haqqı tapa bilmərik. Əgər mən bugün çalışmasam, mənə kim обеспечить eləyər və yaxud da digər bir insan çalışmasa, əziyyət çəkməsə, onu kimsə обеспечить eləyərmi? Gəlib deyərmi, aha bu al sənə bu 10 min, 20 min, sən öz vacib işlərini gör bu pulla. Heç kim bunu deməz. Bunun üçün sən özün çalışıb pul qazanmalısan. Necə ki əziyyət çəkib çalışıb zəhmət qazancla pul qazanırsan, onun qədər də sən Quranı araşdırıb, oxuyub anlamaq məcburiyyətindəsən. Və sən də, mən də hamımız bu yol getmək məcburiyyətindəyik. Əgər getməsəniz, qiyamətdə Allaha hesab verəcək olan sizlərsiniz. El arasında belə uydurulan sözlər var. Bu Quranistdir, bu Qurançıdır, bu başqa bir şeyi qəbul eləmir deyərək insanları təhqir eləməyə başlayan avam, cahil insanları da biz müşahidə edirik. Əfsuslar olsunlar. Onlar öz ağıllarını işlədə bilmirlər. Onlara o qədər yüklüyüb. Elə bil onların sistemli bloku, beyin deyək, operativni pametə nə qədər yüklüyübsə, onlar ancaq o qədəri bilirlər. Artığı bilmirlər. Çünki ağılları kiməsə onlar girov veriblər. Robotlaşıblar və robot kimi yaşayırlar. Özləri də düşünə bilməzlər. Bu vəziyyətdə olan insanlar var. Allah onlara hidayət ağıl versin. Ağılları var, ancaq digərlərində, müridlərindədir. Müridlərin əlindədir ağılları. Bu da onların ağılsızlığından və Quranist deyirlər ki, Qurandan siz referans misal gətirəndə sizə Quranist deyəcəklər və bu da onların ağılsızlığından və bilgisizliyindən irəli gələn amillərdir. Qurandan misal dedinmi, sırası sizə Quranist deyəcəklər və deyəcəklər ki, sən bizdən deyilsən. Hər kəsin özünün uyğun bildiyi ibadət şəkli və ritualları var. Ancaq bunların hər kəsin özünə uyğun ibadət şəkli olmaması üçün Uca Allah Quranı bizə bir hidayət rəhbəri, yol göstərən olaraq göndərmişdir ki, biz Quran yolu ilə irəliləyək. Hər kəs özünə uyğun şəkildə ibadət etməmək üçün ibadətin yalnız bir şəkli olmalıdır, duanın bir şəkli olmalıdır, Allaha təslimiyyətin bir şəkli olmalıdır. Müxtəlif şəkillərdə olmamaqdan ötürü Allah hidayət rəhbəri olan Quranı göndərib ki, biz ibadətdə səhvə yol verməyək. İndi yoldan çıxanlar çıxa bilərlər, öz işləridir. Biz yoldan, haqq yolunda çıxmayaq. Biz daimə doğru yolda olaq. Sonra Quranı öz dilimizdə oxuyaraq anlayaq, öz dilimizdə onu oxuyaraq, anlayaraq, oxuyaq, təfəkkür edək, düşünək, Quranda Allah nə deyir? Yoxsa xristianlar və yahudilər öz İslam dinini necə təhrif edib məzhəblərə bölünüb, görürsünüz, xristian və yahudi dinlərin, İslam xristian və ya İslam yahudilərin məzhəblərə, firqələrə bölündüyünü görürsünüz və din də, kitablar da təhrif olunublar.
Firqələrə ayrılıb dini də kitablarda necə təhrif olunubsa, müsəlmanların da dini təhrif olunmaq təhlükəsindədir. Müsəlmanların dini təhlükəsindədir. Təhrif olunmaq təhlükəsindədir. Müsəlmanlıq təhlükə içərisindədir. Yalnız Allaha sonsuz şükürlər olsun ki, onun risaləsi əlimizdədir, Quran. Və Allah Taala qiyamətə qədər o Quranı qoruyacağını söz verib. Allaha şükürlər olsun ki, Quran əlimizdədir və biz doğruları ancaq Qurandan tapa bilirik. Və Qurana uyğun olmayan, özlərinə dini uyduranları da biz haqqı batildən Qurana baxıb görürük. Quran Furqandır, haqqı batildən ayırt eləyən kitabdır. Biz əgər Qurana müraciət eləməsək, dini özlərinə uyduranların dalınca gedəsik, həm özləri cəhənnəmə, həm də bizi cəhənnəmə sürükləyəcəklər. Onun üçün ağlınızı işlədin və peyğəmbərlərin bütün dəvətinə cavab üçün Qur'anı Allah rızası üçün öz dilinizdə oxuyun, anlayın, düşünün, təfəkkür edin, yaşayın, yaşadın. Və Allahın hökmlərini biz orada Quranda görürük. Quranda Allah nə deyirsə o. İnsanlara soruşulanda hansı dinin dindarısın, uydurma dinin yoxsa Allahın dinin dindarısın, özünü bir sorğula. Hansı dinin dindarısın? Allahın dininin dindarısın yoxsa uydurma dinin dindarısın? Sorğula bir özünü. Məzhəblərin dinləşdirilməsi insanlar bunu haqq kimi görürlər. 4 məzhəbin yolu ilə getməlisən anlayışı ortalıqda gəzir. Halbuki birinin dediyi digərinə uyğun gəlmir. Bu 4 məzhəb ortalıqda dolaşır və digər Maturidi məzhəbləri var. Onlara baxmırıq. Biz əsas sünnilərin məzhəbinə baxırıq. Hənəfi, Həmbəli, Maliki, Şəfi və şiələr də öz Maturidi və əqidə məzhəbləri var onlarda. Onlara biz baxmırıq. Biz deyirik ki, biz deyiləndə mən özümü qatmıram. Mən Allaha təslim müsəlmanam. Mənim məzhəb firqəm yoxdur. Sizin bəziləriniz deyəcəksiniz ki, onlar şiədirlər. Onların dini din deyil. Bizim dinimiz dindir. Elə anlayışdasınız siz. Onların məzhəbləri də, onların uydurduqları da, onların kitabları da doğru deyil. Bizim Səhih Buxari ilə Səhih Müslim, Əbu Davud doğrudur. Belə anlayışda olacaqsınız. Bu ağılsızlıqdan irəli gələn amillərdir. Ağılsızlıq və avamlıqdan irəli gələn amillərdir və dini uyduranlar da sizə, siz sünnisiniz, şiələr elə bil ki, bizim düşmənimiz kimi göstəriş edəcəksiniz. Həm şiələr, həm sünnilər hər iki əgər təriqətçilik və məzhəbçilik eləyirlərsə, hər ikisi səhvdir. Doğru olan, yalnız Allaha təslim olan, özünə müsəlman adından başqa bir ad axtarmayan Allaha təslim bəndədir. Doğru olan odur. Başqa bir şey deyil. Məsələn, bu məzhəblər arasında ixtilafı deyək. Siz əgər özünüzün sünni olduğunu deyirsiniz və 4 məzhəbin birinin də Şafinin, Hənəfinin və yaxud da Həmbəlinin olduğunu siz özünüzün hesab edirsiniz. Məsələn, at əti elə bil ki, Şafilərdə yemək olmaz. At əti yemək Hənəfilərdə halal, digər 3 məzhəbdə haramdır. Hənəfilər at ətinin yeməsi voşadır. Onun ətinin yeməsi halal eləyib və Şafilər, Maliklər, Həmbəllər deyir ki, at əti, eşşək əti yemək olmaz, bu haramdır. Sən hansı birisinə baxacaqsan? Hansı birisi sənin həyatında bir dəyişiklik eləyəcək? Hansı dediyi birisinin doğrusunu tapacaqsan sən? Bu at ətin məsələsində bir misal çəkdim. Sonra təşəhhüddə oturanda birisi barmağını fırladacaq, birisi qaldıracaq, birisi dik tutacaq. Birisi əlləri yuxarıda, birisi aşağıda. Deyəcəklər ki, ancaq bizim elədiyimiz doğrudur, onların elədikləri doğru deyil. Onlar deyəcək, bizim dediyimiz doğrudur, onların dedikləri doğru deyildir. Elə deyəcəklər. Və desəm ki, onların məzhəblərində bəzi nəsə çatışmamazlıq var desən, bütün insanlar səninlə razılaşacaqlar, deyəcəklər, onların məzhəbində nəsə problem var, amma bizim məzhəbimiz sağlamdır, deyəcəklər. Ancaq bilmirsiniz ki, Allah məzhəbçiliyi
qruplara ayrılmağı, firqələri haram eləyib. Haram şeyləri siz özünüzə halal eləyirsiniz. İmamların heç biri deyibmi, bu mənim görüşümdür, mənim məzhəbim dalınca gəlin deyə. Deyiblərmi onlar? Şafii, Həmbəli deyibmi öyle bir şey? Onların görüşləri bugünkü avam müsəlmanlar məzhəbləşdiriblər və onların yoluyla gedirsiniz. Nə qədər bu Qur'ana uyğun olar? Allah razı olacaqmı etdiklərinizdən? Bunun qədər çoxlu ixtilaflar var bu dörd məzhəbin arasında. Hələ şiələrin məzhəblərinə mən girmirəm. Şiələrdə o qədər fərqlər var ki, sünnilərin arasında. Elə bil ki, iki şiə, sünni iki ayrı din kimi formalaşıblar. Bilin, din birdir. Allahın haqq olan dini, uydurma İslam dini, uydurma İslam dini də şeytanların qardaşlarıdır. Uydurma İslam dini uyduranlar. Amma haqq olan din yalnız İslamdır, o da Allaha təslimiyyət dinidir. Bu kimi ixtilaflara biz düşürük. İmamlar öz fikirlərini bildiriblər, biz isə onların görüşlərini məzhəbə çevirərək, yəni yeni bir din formalaşdırmışıq. Onların görüşlərini biz məzhəblərə çevirərək yeni bir din formalaşdırmışıq. O imamlar indi Hənəfinin imamı və ya Şafinin imamı onların yayğın olduğu bölgələrdə gəlsələr, əgər Hənəfi və yaxud da Şafi özlərinin yayğın olduğu bölgələrə gəlsələr və etdiklərini görsələr, o imamlar qaçıb gedəcəklər, deyəcəklər ki, bu bizim görüşlərimiz deyil. Nə qədər onların adından uydurmaları uydurub, Şafinin adından uydurmaları dinə soxuşdurublar ki, onlar görsələr qaçıb gedəcəklər. Qaçıb gedəcəklər. Deyəcəklər ki, bu bizim görüşümüz deyil. Belə bir şey olmaz. Sonra biz isə onların görüşlərini məzhəbə çeviririk, yəni yeni bir din formalaşdırırıq. İndi istəyən istədiyi kimi yaşayar. O qədər dinə uydurmaları soxublar ki, hətta Muhammed Peyğəmbərə namaz və oruc fərz deyildir deyərək özlərindən uydurmaları irəli sürənlər də vardır. Elə bil ki, Muhammedə nə oruc, nə də namaz fərz deyildir kimi anlayışları da ortalığa sürən bəzi cahil insanlar da vardır. Halbuki Qurana zid danışmalar, Qurana zid söhbətlərdir bunların hamısı. Muhammed bizdən əlavə olaraq təhəccüd namazı da fərz idi. Bu da Allahın onun üçün etdiyi fərzdir. Bizə 5 vaxt namaz fərz olduğu kimi Muhammed Peyğəmbərə 5 vaxt namaz da, Ramazan ayının 30 orucu da, təhəccüd namazı da gecənin yarısında qılınan. O namaz da ona fərz idi. Bəziləri deyəcəklər ki, Muhammed Peyğəmbər nurlu insan idi, onun heç bir günahı da yox idi, onun nə namaz qılmaya, nə də oruç tutmaya ehtiyacı yox idi, çünki o günahsız idi. Ona ehtiyac da yox idi, onun qılmasa da olar kimi anlayışlar var. Sən nəyə dayanaraq belə söz deyə bilirsən? Sən ağlını işlədirsənmi, yoxsa sən nəyisə çəkibsənmi bunu elə danışmaqdan ötürü? Nəsə çəkən, güclü bir şey çəkmiş olarsan, insanın ağlı başından çıxır. O güclü bir şey çəkmiş olarsan ki, belə söhbətlər eləyirsən. Allah Teala Qur'an-ı Kərimdə həm bizə, həm peyğəmbərlərə namazın 5 vaxt fərz olduğunu, orucun 30 gün fərz olduğunu dediyi halda siz deyirsiniz, onlar qılmasa da olardılar, onların günahları da yoxdur. Hətta Ad-Gelnə bayaq dediyim kimi təhəccüd namazı peyğəmbərə əsas olaraq, əlavə olaraq Allah Teala onu fərz eləyib. Bir də el arasında yayğın bir uydurma da görürük. Güya Allah bu dünyanın Muhammed Peyğəmbər üçün yaradıldığı, elə bil ki, bu dünya Muhammed üçün yaratdığını el arasında belə söhbətlər eşitmiş olacaqsınız. Quranda Allah insanı yaradacağını deyir, bunlar isə Muhammed üçün yaratdığını deyirlər. Quranda Allah Teala deyir, müxalif bir varlıq yaradacağım. Bəzi dini özlərinə uyduranlar da deyir ki, bu dünyanı Allah Teala Muhammed Peyğəmbər üçün yaradıb. Güya Adəm olub, axırıncı peyğəmbərə qədər peyğəmbərlər də, insanlar da olub ki, Akazvitsə 1400 il qabaq biz anlayırıq, bu dünya Muhammed Peyğəmbər üçün yaradılmış və cənnətdə onun adı var. Cənnət qapısında onun adı var. Belə bir uydurmaları da siz necə ola bilərsiniz Allahın yerinə danışırsınız?
Allah'ın yerine niye danışırsınız? Allah Teala deyir ki, muhalif bir varlıq yaradacağam, insan. Mələklər də deyir ki, biz ibadət etdiyimiz halda orada yerdə qan tökəcək insanları mı yaradacaqsan? Allah Teala deyir, bunu siz bilməzsiniz, bunu mən bilərəm. Onlar da əmənnə deyirlər. Allaha iman gətirirlər. Və Allah Adəmi yaradır. Və Mühəmməd üçün dünyanı yaratmışdır anlayışı nədir bu? Hardan götürürsünüz? Bir dəliliniz, sübutunuz olsun ki, deyəsiniz bunu. Yoxsa avam cəmaatı aldatmayın. Ağılları başda olan insanlar belə cahiliyyətə inanmazlar. Ağılları başda olanlar Allaha təslim olarlar. Peyğəmbəri də peyğəmbər kimi görərlər. Peyğəmbəri ilahlaşdırmazlar. Yardımı da, dəstəyi də, şəfaəti də yalnız Allahdan istəyərlər. Avam cəmaatı aldadırsınız, özləriniz də bilərək onları aldadırsınız və özünüzü də, cəmaatı da günaha sövq edirsiniz. Etdiklərinizi tərkin, Qurana, Allaha, Allahın yoluna yönəlin, Quran yoluyla gedin. Çünki cənnət qapısında Mühəmmədin adı yazılırdı deyirlər. Quranda heç bir əsası olmadan dəlilsiz, sübutsuz avam cəmaatı aldadırlar. Avam insanlar da bu kimi uydurmalara inanırlar. Nə deyək, Allah yardımcıları olsun həm avamlara, həm də o dini uydurmaları avam insana çatdıran adamlara Allah yardımcıları olsun. İnsanlar arasında avam insanlar azdır. Amma avam olsalar, onlar onlara inanırlar. Ağlı başında olan insanlar uydurmalara inanmazlar. Allaha tam bir təslimiyyət göstərərlər. Allah Teala Quranda bayaq da dediyim ki, həm elm, həm din insanları sizi yoldan saptırmağa çalışacaqlar. Allah Teala bu ayəyi niyə göndərsin bizə? Saptırırlar axı. Yoldan çıxardırlar insanları. İnsanların bilgisizliyindən istifadə edərək insanları yoldan çıxarıb özlərinin uydurduqlarını din deyə insanları sırıyırlar. Mən və yaxud da bir başqası Qurandan ayə danışan kimi Qoranistdir deyə bu bizdən deyil, bu yoldan çıxmış bir insan kimi təsvir eləməyə başlayacaqsınız. Ancaq məndən nə deyirsinizsə deyin. Mən yalnız Allaha təslim bir bəndəyəm. Mən ya özümə bir qrupa ya da bir dəstək və yaxud da özümə cəmaat toplamıram. Mən Allahın Quranda necə əmr edibsə elə yaşayıram və yaşatmağa insanlara dəvət eləyirəm, çalışıram. Və məni necə adlandırırsınızsa adlandırın. Bu dünyada sizin hörmətinizə ehtiyacım yoxdur. Məni anlayanlar olacaq, anlamayanlar da olmayacaq və yaxud da anlamaq istəməyənlər də olmayacaq. Mənim dediyimi anlayan, ağlı başında olan gözəl insanlar var. Təşəkkür edirəm onlara. Onlara böyük hörmətim var. Mənim dediyimi anlamağa hörmətim ona görə var ki, Allah rızası üçün onlar dediyimə qulaq asırlar və yaxud da Allah rızası üçün Allahın ayələrini anlamaq istəyirlər. Allah onlardan cümlənizdən razı olsun. Dediyimə qulaq asıb Quran ayələrini həyata keçirənlərə salam olsun, sizə qurtuluş olsun. Allah razı olsun. Amma mənim dediyimi anlamayanlar da özləri bilərlər. Avam insanlar da bu kimi uydurmalara inanırlar. Nə deyək, Allah yardımcılar olsun. Mən insanlara Quran ayəsini oxuyuram. Mənə Quran oxuma deyirlər bəziləri. Cavabında deyirəm, Allahın mesajını mı eşitmək istəmirsən? Müridlərə qul olma deyirəm, Allaha qul ol deyirəm. Çağırıram Qurana. Bəzi cahillər də məni anlamırlar, anlamaq istəmirlər. Hər kəsin doğru yoldan çıxma haqqı vardır. Biz isə doğru yoldan çıxmayaq. Allahın bildirdiyi doğru yoldan gedək, Quran yolu ilə onu öz dilimizdə oxuyaraq, anlayaraq. Bir də mənim ağılsız insanlarla işim yoxdur. Elə bil ki, ruhi xəstələri nəzərdə tutmuram mən. Öz ağıllarını müridlərə girov verən ağılsız insanlardan söhbət gedir. Mənim elə insanlarla işim yoxdur. İstəyirsə inansınlar, istəyirsə inanmasınlar. Özlərinin bildiyi bir işdir. Öz ağıllarına mürid və şeyxlərə girov verənlərə
deyəcək heç bir sözüm yoxdur. İstədiklərini eləsinlər. Bayaq dediyim kimi hər insanın yoldan çıxma səlahiyyəti vardır, amma biz doğru yoldan çıxmayaq. Onlar artıq müridlərin, təriqətlərin kölələri olublar. Biz Allaha qul olaq. Heç bir insana qul olmayaq. Onların qabağında baş əyirlər, qoy əysinlər. Haqqı tezliklə biləcəklər. Onların ətəyini də öpürlər müridlərin. Onlara ilah kimi də baxırlar. Baxanlar da var. Elə bil ki, bu Mevlanadır, bu Allah dostudur. Sən Allah düşmənisənmi, onu dost bilirsən. Sən də Allah dostu olarsan. Quranı oxusan. Mövlüd deyə musiqi oxuyaraq şeyxləri və ölmüş müridləri ilahlaşdırırlar. Elə bil ki, din yaşayırlar. Biz də mövlüdün din olduğunu anlayırıq. Artıq özünüzə gəlin. Özünüzə gəlin. Mən özümə çağırmıram. Siz özünüzə gəlin. Türklər demişkən kendinə gəl. Quran ayələrinə keçək. Ənam 79. Sən yalnız Allaha təvəkkül et, çünki sən açıq aydın haqq yoldasan. Sözsüz ki, sən nə ölüləri haqqı eşitdirə bilərsən, nə də dönüb gedən karlara çağırış çatdıra bilərsən. Sən körləri düşdüyü azğınlıqdan doğru yola çıxara bilməzsən. Artıq onlar doğru yoldan çıxmışlar. Haqqı görməzlər, dönüb belə baxmazlar. Buradakı körlər xəstə adamlar nəzərdə tutulmur. Körlər haqqı görmək istəməyənlər. Bunlar haqqı bilərək inkar edənlərdir. Sən haqqı yalnız müsəlman ikən ailərimizə, inananlara eşitdirə bilərsən. Müsəlmanların əksəriyyəti Quranı öz dillərində anlamaq istəmirlər. Bayaq dediyim kimi. Kimin isə sözünü yerinə yetirməyə can atacaqlar. Hansısa mövlüd oxuyanın sözünü yerinə yetirməyə can atacaqlar. Qurandan misal gətirdimmi, səni eşidən də olmayacaq. Quranı istəyəcəklər sənə. Başqa bir ağılları da yoxdur. Ancaq Allahın sözünü danışanda özlərini kör kimi apararlar. Qoy aparsınlar, qiyamətdə haqqı görəcəklər. Quran ayələrini öz dilində danışanlara da Quran istəyərək onu özlərindən uzaqlaşdırmaya çalışacaqlar. Budurmu müsəlmanlıq? Allaha qul olmaq budurmu? Dində sporlaşma, kimisə kimdənsə üstün və ya aşağı görmə, budurmu müsəlmanlıq? Hanı insanlara qarşı mərhəmət, hanı ədalət, hanı düşüncə, hanı ağıl, təfəkkür? Bugün Quransız müsəlmanlığı yaşayırsınız. Elə bil ki, Quran var, Quransız yaşayırsınız. Anlamayaraq siz onu oxuyursunuz. Anlamağa dəvət eləyəndə də belə təhqiramiz ifadələri işlədirsiniz. Çünki avamlıq üzündən, cahiliyyət üzündən ağlınızı işlədə bilmirsiniz. Bayaq dediyim kimi, bütün insanları mən nəzərdə tutmuram. Mənim dediyimi anlayan gözəl insanlar da var. Dediyimi anlamayan avam cəmaət də var. Ağıllarını işlədənlər də var. Allah rızası üçün. Ağıllarını müridlərə girov verən avam cəmaət də vardır. Əfsuslar olsun ki. Məni dinləyənlərə salam olsun. Quran kitabı əlinizdədir, amma ona əməl etmirsiniz. Öz dilinizdə oxumursunuz. Avar, Azərbaycan, Rus, Türk və s. dillərdə Quranı oxuyun və onu anlayın. Hər dəstədə, hər zaman, hər an, hər kəsi Qurana dəvət edirəm. Onu öz dilinizdə oxumağa. Haqqındakı qərar dəqiqləşincə olduqları yerdən onlar üçün bir qəbbə çıxarırız. Onlara insanların ayətlərimizə tam olaraq inanmadıqlarını söyləyər. Dəbbətül ard deyiləndə qiyamət əlamətinin bir heyvanın torpaqdan çıxıb insanları çaşdıracağı barədə belə bir uydurmalar ortalıqda gəzməkdədir. Mən də bugün də bu mövzunu da bura əlavə elədim. Dabbə elə bil ki, yaşayan bir canlı. Canlı olan hər bir şey dabbə deyilir. Amma uydurma din anlayışında dəbbətül ardın qiyamətin əlaməti olaraq hansısa bir heyvanın çıxıb insanları aldadıb, insanları kəsib, doğrayıb, özünə iman edəcəklərini anlayan belə uydurma anlayışlar var. Kimsə uydurub dinə, hamı da bunun elə bil ki, haqq olduğunu bilir. Dəbbə nə deməkdir? İndi oxuyaq. Hərəkət edən hər bir canlı dəbbədir.
dəbbət. Hər bir canlı dəbbə sayılır. Allah bunları göylərə və yerə yerləşdirilmişdir. Hər bir hərəkət edən canlı dəbbə sayılır. Ömrünü tamamlamış birinin öldüyü yerdə qarşısına çıxıb danışan canlı onun üçün görevləndirilmiş ölüm mələyidir. Əzrail deyə ölüm mələyi yoxdur. Ölüm mələkləri vardır. Bir neçə ölüm mələkləri gəlir, insan ruhunu alırlar Allahın əmri ilə. O mələk bu sözü həyatını günahlar içində keçirmiş olanlara söyləyincə onlar tam bir təslimiyyət göstərir və biz pis bir şey etmədik ki, deyərlər. Ölüm mələyinin yanında mələklər onların üzünə və bellərinə vurub belə deyərlər: Çıxarın ruhlarınızı, bugün Allaha qarşı günah şeylər söyləmiş olmanız və böyüklük göstərərək ayətlərindən uzaqlaşmanız səbəbilə alçaldıcı bir əzab ilə qarşılaşacaqsınız. Eşitdinizmi? Allahın ayələrini əgər eşitməməzliyə vursanız, ölüm mələkləri gələndə üzünüzə və belinizə vuraraq cəhənnəm əzabını müjdələyərək sizin ruhlarınızı çıxaracaq. Bunun üçün çağrım yalnız Quranadır, başqa bir yerə deyil. Allah'ı ayələrini anlayaraq oxuyun. Allahın ayələrini öz dilinizdə anlayaraq oxuyun. Özlərini düzəltmələri üçün zaman istəyərlər, amma verilməz. Elə bil ki, ölüm anında ölüm mələyi ruhu alanda insanların çoxu, ola bilsin ki 100%, paçki 100% qədər insanlar ölüm mələklərindən möhlət istəyərlər. Biraz da bizə vaxt ver. Biz bu dünyada yaxşı iş görək, Allah yolunu yaşayaq, Quran əmrləri ilə biz riayət edək. Onlar deyərlər: sizin vaxtınız çatıb və bundan nə qabağa, nə də arxaya keçər vaxt. Allahın əmri ilə ölüm mələkləri həmin insanın ruhunu alırlar. Artıq insan çarəsiz qalır. Savab qazanmağa, Allahın yoluna yönəlməyə daha şansı yoxdur. Əgər sağsınızsa, bunun üçün mən sizi Qurana, haqqa çağırıram. Günahkar olaraq ölən möminlər də zaman vaxt istəyərlər dala qayıtmağa. Onlara da bu vaxt verilməz. Bütün insanların əksəriyyəti bunu istəyərlər. Onların istəkləri də qəbul edilməz. Mələklər həyatını Allahın istədiyi kimi keçirmiş olanlara salam və xoş xəbərləri ilə gələrlər. Möminlərə belə xoş xəbərlə gələrlər. Allaha təslim bəndələrin ruhunu almağa gələndə. Ənənəvi İslam anlayışında bu ayətdəki canlıya dəbbətül ərd deyilir və qiyamət əlamətlərindən sayılır. Bayaq oxuduğum dəbbənin qiyamət əlaməti olduğunu deyir, ancaq bunun əlamət olmadığını biz Quran ayətində gördük və qiyamət əlaməti ilə heç bir əlaqəsinin də olmadığını biz gördük. Qiyamət əlamətləri qiyamətin işarətləridir. Onlar təbiətdə hər zaman vardır. Elə bil ki, tufanlar olur, tsunamilər olur, ildırımlar patlayır, yer sürüşür, zəlzələlər olur. Bu əlamətlər dünya yaradılışından bu günə qədər olan əlamətlərdir. Bu qiyamətin əlamətləri deyil. Hər kəs bu məsələdə özünə görə bir baxış edir. Hər kəsin özünə uyğun baxış tərzi var. Qiyamət xəbərsiz gələcəkdir. Onun o vaxtı kimsəyə bildirilmədiyi üçün bir əlaməti də olmaz. Anidən gələcək qiyamət. Qiyamət əlamətləri deyilən şeylərin sağlam bir dayanağı yoxdur. Kim qiyamət əlamətləri vardır desə, onların sağlam bir dayanağı yoxdur. Çünki Quranda qiyamətin anidən xəbərsiz gələcəyini dediyi halda xəbərsiz olan bir şeyin əlaməti necə olar, özünüz düşünün. Dolayısıyla bu ayənin də qiyamət ilə heç bir əlaqəsi yoxdur. 83-cü ayə: Həmin gün hər ümmətin ayələrimizi yalan sayanlardan bir dəstə toplayarıq. Sonra da onlar bir yerdə məhşərə sürüklənərlər. Allahın ayələrini oxuyun öz dilinizdə. Nəhayət haqq hesab yerinə gəldikləri zaman Allah deyər: tam bir bilgi sahibi olmadan ayətlərim
karşısında yalana mı sarıldınız? Bəs siz ne iş görürdünüz? Allah Teala diyecek. Allah bizi Kur'an'a onu anlamaya çağırdığı halda bazı özlerine Müslüman diyenler bu Kur'an'ı öz dilimizde okumak olmaz, bunu biz anlamarıq. Elə bil ki, Kur'an'ı öz dilimizde anlamarıq deyə cahil, ağılsız, avam söhbətlər edənlər də olacaq. Kur'an'ı biz anlamarıq kimi, ağlımız o qədər yoxdur kimi təhqiramiz ifadələr də işlədənlər eksik olmayacaqlar. Onlar cahillərdir. Kur'an'ı biz anlamarıq, biz onu anlamaktan ötürü o çətindir, o anlaşılmaz kitabdır. Orada bir sözün 10 mənası, 20 mənası, 30 mənası var. Sən hardan biləcəksən orada bir sözün hansı məna kəsb etdiyini deyə Kur'an'ı sizi çətinləşdirməyə çalışacaqlar. Həmin insanların %100'ü Kur'an'a zid danışanlardır, zalimlardır. Əgər sizə ki bir insan desə ki Kur'an anlaşılmaz bir kitaptır. Onu sen anlamazsan, orada olan manaları anlamaktan ötürü 20-30 tane bir manası var. Anlaşılmaz bir kitaptır deseler, elə bil ki şeytanın qardaşıdırlar. Demeye başka bir söz yoktur onlara. Çünkü Allah Teala bu kadar tövhidi, dini Kur'an yoluyla bize bildirdiği halde onlar buna karşıdırlarsa, səhərdən akşama, akşamadan səhərə kadar namaz kılan da olsa, eğer bunu sizə belə deyirsə, cahilin biridir, şeytanın da qardaşıdır. Daha ona başka bir söz yoktur. Kur'an'a kıyaslayanda ona deyiləcək başka bir söz yoktur. Allah Teala bu Kur'an'ın müfəssəl, aydın olarak indirdiği dediği halda, başa düşen dilde indirdiği dediği halda necə ola bilər ki, dini özlerine uyduranlar bu kitabı siz anlamazsınız, ağlınız yoktur. Bir məna 10 məna kəsb eləyir, hansı məna verdiyini siz bilə bilməzsiniz deyə Kur'an'ı sizə çətinləşdirənlər görürsünüzsə, görün ki şeytanın özləridir. Minəl cinnəti və nas. Kur'an'da Allah Teala deyir. Şeytanlar həm cinlərdən olur, həm insanlardan olur. Həmin sizə Kur'an'ı öz dilində oxumağa çətinləşdirənlərin özləri şeytandırlar. Kur'an'a zid danışanlar da eksik değiller. Kur'an'ı anlama ne deyərlər? Sən anlamazsan, elə bil ki anlama. Sən anlamazsan, Kur'an'ı anlamazsan sən yoldan çıxarsan. Anlasan yoldan çıxmazsan. Kur'an'ı anlasan doğru yola girersen, anlamazsan yoldan çıxarsan. Bəs kim anlayacaq? Mən də anlamayacağım, o da anlamayacaq, o biri də anlamayacaq. Kim anlayacaq? Bu Kur'an kim anlayacaq? Kim bize çatdıracaq? Əgər biz özümüz onu anlamaya çalışmasaq, bize kim bunu izah eləyəcək? Dini özlerine uyduranlar Kur'an'dan hiçbir tane misal getirmirlər. Ben istəmirəm axı onların uydurduqları din diye yaşamağa. Məni yaradan, sonra öldüren, sonra yeniden yaradacaq olan Allah'ın dediğiyle mən yaşamaq istəyirəm. Niye? Allah'ın bəndələrin, qulun qulu mən niye olum? Mən Allah'a qul, təmiz ve tam olarak Allah'a teslim olmaq istəyirəm. Və sizi də təslimiyyətə çağırıram. Bunlar da özlerine Müslüman diyerek dini özleri bildiği kimi yaşamaya çalışanlardır. Kur'an'a bakmadan, Allah'ın emirlerine bakmadan özlerinin bildiği öz ağlıyla dini yaşamaya çalışanlardır. Kur'an'ı yalnız Ərəbcə avazla oxuyarlar və ölü olan yerdə oxuyarlar, avazla oxuyarlar, musiqi ilə oxuyarlar. Belə musiqi halında Kur'an oxudu, Fatihə. Kur'an okuyan da elə bil ki savab kazanır, dinleyenler de elə bil ki savab kazandılar. Ama heç kim de heç ne anlamadı. Heç kim heç ne anlamadı, durup gittiler. Ama bir defa o Yasin'i ve yaxud da Fatihəni anlayan dilinde okusanız, insanlara büyük elə bil ki hayatlarında değişiklik etmiş olarsınız. İnsanları Allah'a yakınlaştırarsınız. Dine yakınlaştırarsınız. Qəlbləri İslam'a isindirərsiniz. Allah'a teslim olmağa çağırarsınız. Öz dilinizdə Kur'an'ı oxusanız. Oxumasanız musiqi ilə yaxud da təcvidlə bağlayaraq, oxuyaraq gedirsiniz. Heç kim də heç nə anlamadı. Amin deyərək anlamayaq. Ərəbcə oxumayın demirəm. Oxuyun. Ancaq Ərəbcə oxuduğunuz qədər Azərbaycan, Türk və Rus dillərində də oxuyun ki Allah'ın Risalesini anlayaq.
anlamamazlığa Türkler demişken kalın kafalılıq eləməyək. Mənim söhbətimi anlayan gözəl insanlar da var. Hər zaman onlara salam olsun deyirəm. Salam da qurtuluşdur. Allahın salamı üzərinizə olsun. Allah sizə qurtuluşa erdirsin deyirəm. Məni dinləyib də inkar eləyənlər də var. Mənə pis şərh yazanlar da var. Elə bil ki, pis sözlər deyənlər də var. Məni halbuki bu şeylər məyus eləmir. Mən bu yola çıxanda mən bilirdim, mən tək qalacağam. Mənə dost olaraq Allah yetər. Mənə elə bil ki, hansısa güc lazım deyil. Mən bu dünyada məni Allah yaradıbsa, məni öldürəcək olan da Allahdır. Mən yalnız ona təsliməm. Allah Taala deyir, bu yoldan gedənə nə qorxu, nə üzüntü var. Və Allah dostu olan qədər bu dünyada güclü kim ola bilər? Allah Qur'an-ı Kərimdə özü deyir bunu. Sevdiyi qullarının dostu olan Allah Taala deyir. Biz sevilməyə layiq olaq ki, Allah Taala bizim dostumuz olsun. Və bizim dostumuz Allah olduğu halda bizdən güclü insan dünyada olmayacaq. Mənasını bilmədən oxuyarlar. Mən sizi mənasını anlamaya dəvət edirəm. Öz dilinizdə Quran oxuyun. Həm ərəbcəsini oxuyun. Ərəbcəsi nə qədər savabdırsa o qədər və yaxud da ondan da çox savab Azərbaycan dilində Quran oxumaqdadır. Zülm etdiklərinə görə o söz onları haqlayacaq və onlar danışa bilməyəcəklər. Hud surəsi 62 onlar dedilər: Ey Salih, sən bundan əvvəl içərimizdə ümid edilən bir kimsə idin. Doğrudanmı atalarımızın ibadət etdiyinə ibadət etməyə bizə qadağan edirsən? Salih peyğəmbər yenə öz qövmünə Allaha, haqqa, tövhidə dəvət elədiyi halda o qövmdə olan müşriklər deyir ki, atalarımızın ibadət etdiklərinə mi sən qabaq çıxırsan? Və yaxud da atalarımızın ibadət etdiyinə mi qadağa qoyursan? Sən özündən dinmi ortalığa çıxarırsan kimi Salih əleyhissalama elə bil ki, o qövmün müşrikləri müdaxilə eləməyə başlayırlar. İnanmaq istəyənlər çox olub, amma inananlar da olub. Salih əleyhissalam qövmünə İslamı, tövhidi, Qur'anı, Allaha təslimiyyəti bəyan edib. Qur'an kitabı da onlara çatdırıb. Doğrusu biz sənin bizləri dəvət etdiyin əqidə barəsində şübhə doğuran şək içindəyik. Elə bil ki, indiki müsəlmanlar da elədirlər. Qur'ana insanları dəvət eləyirsən, onlar elə bil ki, Qur'an ayəsində necə Allah Taala buyurubsa, doğrusu biz sənin bizləri dəvət etdiyin əqidə barəsində şübhə doğuran şək içindəyik. Mən sizi Qur'ana dəvət edirəm, siz də bu ayədəki kimi şək içindəsiniz. Hamınızı yox, bəzilərinizi. O dedi, ey qövmüm, bir deyin görək, əgər mən Rəbbimdən açıq aydın bir dəlillə istinad edirəmsə, o da öz tərəfindən mənə bir mərhəmət, peyğəmbərlik bəxş edibsə, onda necə olsun? Yenə inanmayacaqsınızmı? Biz peyğəmbərlərə inanırıq. İmanın şərtlərindən biri də peyğəmbərlərə imandır. İnanmırsa bəs necə olsun deyir. Əgər Allaha asi olsam, məni ondan kim qoruya bilər? Allaha qarşı çıxsa, onu kim qoruya bilər? Asi çıxsa, əgər Allaha asi olsam, məni Allahdan, ondan kim qoruya bilər? Allahdan kim qoruya bilər onu? Heç kim. Siz mənə ziyandan başqa bir şey artırmayacaqsınız. Yusuf 105 göylərdə və yerdə neçə dəlillər vardır ki, insanların çoxu onların yanında üz çevirib keçərlər. Onların çoxu ancaq şərik qoşaraq Allaha iman gətirir. Bəzi günümüzdəki müsəlmanlar da belədirlər. Allaha şərik qoşaraq iman gətirənlər var. Və əgər onlar Allahın hər şeyi bürüyən əzabın onları qaplamayacağına və ya özləri də hiss etmədən o saatın onlara qəflətən gəlməyəcəyinə əmindirlərmi? 108-ci ayəsində Yusuf deyə bu mənim yolumdur. Mən və mənə tabe olanlar mötəbər dəlillərə əsasən insanları Allaha tərəf çağırırıq. Allaha dəvət eləyirlər. Allah pakdır, müqəddəsdir, mən də müşriklərdən deyiləm. Biz də
insanları haqqa, Allaha, Qurana çağırmalıyıq, dəvət eləməliyik. Biz səndən əvvəl də məmləkət əhlindən yalnız özlərinə vəhy etdiyimiz kişilərdən elçi göndərdik. Məgər müşriklər yer üzündə gəzib dolaşıb özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görmürlər? Əlbəttə, axirət yurdu Allahdan qorxanlar üçün daha xeyirlidir. Axirət yurdu Allahın hüdudlarından çıxmayanlara daha xeyirlidir. Allah hüdudları qoyub, o hüdudlarını biz çıxmayaq. Allahın qoyduğu haramlara yaxın durmayaq və Allahın halal etdiyi nemətlərdən istifadə eləyək. Məgər anlamırsınız? 110-cu ayə. Elçilər hər dəfə ümidlərini itirdikdə və özlərinin yalancı hesab edildiklərini güman etdikdə köməyimiz onlara gəlir və istədiyimiz kəs də nicat tapırdı. Günahkar tayfadan əzabımız əsla dəf olunmaz. Günahkar tayfa deyiləndə günahkar insanlardan Allahın əzabı heç vaxt dəf olunmaz. Elə bir ki, əzab onlara, günahkarlara əzab elə bir ki, haqdır. Elə bir ki, günahkarlar üçün əzab fərzdir. Qurana zidd danışanlar o dünyada əzablarını görəcəyini Allah Taala deyir. Onların rəvayətlərində ağıl sahibləri üçün bir ibrət vardır. Biz Quran ayələrində keçmiş ümmətlərin başına gələn hadisələri, rəvayətlərə baxanda çoxlu ibrətlər götürə bilirik. Əgər Quranı anlayan dilində oxusaq. Bu Quran uydurulmuş bir kəlam deyildir. Ancaq özündən əvvəlkiləri təsdiqləyən və hər şeyi müfəssəl izah edəndir. Eşitdinizmi? Allah Taala deyir. Özlərindən əvvəlki kitabları təsdiq edən və hər şeyi müfəssəl izah edən. Müfəssəl izah nə deməkdir? Hər bir şeyi aydınlaşdıran, heç bir qaranlıq nöqtə qoymadan aydın şəkildə insanlara ayələri çatdırıb, hökmləri çatdıran deməkdir. Bu Quran Allahın hökmləri aydın şəkildə bizə çatdıran kitabdır. Ancaq özündən əvvəlkiləri təsdiqləyən və hər şeyi müfəssəl izah edəndir bu Quran. İman gətirən bir cəmaət üçün hidayət və mərhəmətdir. İman gətirən bir cəmaət üçün. İman gətirən insanlar üçün niyə demədi? Bir cəmaət üçün dedi. Bütün insanlar üçün nə dedi? Niyə demədi? Və bunun üçün ki, buna iman gətirənləriniz az olacaq. Onun üçün. Allah Teala deyir, iman gətirən bir cəmaət üçün hidayət və mərhəmətdir. Kim iman gətirirsə, kim oxuyursa, onlar üçün bir hidayət və mərhəmətdir. Ancaq mən insanları Qurana oxumağa dəvət etdiyim halda məni Quranist deyirlər. Gördünüzmü? Allah Teala necə bizə başa salır ki, hidayət rəhbəri biz Quranı anlayaraq oxumaq lazımdır deyə. Allah bizi Qurana çağırır, siz isə digər yolları axtarırsınız. Elə bil ki, axtardığınız yollar digər yollarda. Ər-Ra'd 35. Müttəqilərə vəd edilmiş cənnətin vəsfi belədir. Onun ağacları altında çaylar axar və onun yeməkləri də, kölgəsi də daimidir. Müttəqilərin aqibəti budur, kafirlərin aqibəti isə oddur. 36-cı ayə. Kitab verdiyimiz kəslər sənə nazil edilənə sevinirlər. Firqələr arasında eləsi də vardır ki, onun bir qismini inkar edirlər. Bizi müsəlmanlar Qurana görməməzliyə, bəzi müsəlmanlar Quranı görməməzliyə və ya Quran ayələri öz mənfəətlərinə dəyişirlər və bəzilərinə inanırlar, Quran ayəsinin bəzilərinə inanmırlar. Bunlar da öz mənfəətlərini, dini öz mənfəətlərinə dəyişənlərdir. Mənə Allaha ibadət etmək və ona şərik qoşmamaq əmr edilmişdir. Peyğəmbərlərin əmri budur. Onlar da bizə o əmri çatdırırlar. Mən sizi yalnız ona ibadət etməyə çağırıram və qayıdışım da yalnız onadır. Bizi bütün peyğəmbərlər Quranı anlayaraq oxumaya dəvət edir ki, bu Allahın əmrləridir. 37-ci ayə. Beləliklə biz onu, Quranı ərəbcə bir Quran olaraq nazil etdik. Əgər sənə gələn bu elmdən sonra onların istəklərinə tabe olsan, Quran gəlib, bundan sonra
hansısa insanların isteklerine tabi olsan, onu əgər görməməzliyə vursan, onların dediği kimi davransan, səni Allah'tan nə bir himayə edən, nə də bir qoruyan olar. Allah'ın cəzası olacaq ona. Onun üçün Peyğəmbərlər Quran ayəsini nə inibsə bizə olduğu kimi çatdırıblar. Görməməzliyə heç nəyi vurmayıblar. Günümüzdəki uydurma din anlayışında olan özlərinə din deyən əmmaməli, təkkəli, təsbihli, uzun gödək saqqallı olanların əksəriyyəti Qurandan danışmırlar. Uydurmaları ortalığa qoyaraq məzhəbçiliyi eləyirlər. Ancaq Peyğəmbərlər bunu eləməyiblər. Peyğəmbərlər yalnız özlərinə nə vəhiy olubsa ona uyublar və onu insanlara çatdırıblar. Biz səndən əvvəl də elçilər göndərdik və onlara zövcələr və övladlar verdik. Heç bir elçi Allahın izni olmadan bir aya gətirə bilməz. Hər vaxtın bir yazısı vardır. Heç bir elçi özündən heç bir şey eləyə bilməz. Allah bu yazıdan istədiyini silər, istədiyini də sabit saxlar. Kitabın anası da onun yanındadır. Biz onlara vəd etdiyimizin bir qismini sənə göstərsək və ya ondan öncə səni öldürsək, bil ki, sənin öhdənə düşən ancaq təbliğ etməkdir. Peyğəmbərin öhdəliyə düşən ancaq təbliğ edir, bizə çatdırır, xəbərdar eləyir. İman eləyərik özümüzə yaxşı, kafirlik eləyərik özümüzə pisdir. Allah Taala da bizə seçim verir. İstəyən iman eləyin, istəyən inkar eləyin. Onu da bilin ki, əgər ibadətdə şirk qoşsanız Allaha, o Kitaydakı bütlər nəzərdə tutmuram. Allahla arada rabitəçiləriniz, müridləriniz Allahla bərabər qoysanız, bilin ki, gecədən gündüzə, gündüzdən gecəyə qədər Allaha ibadət etsəniz də ibadətləriniz puç olacaq. Bunun üçün ibadəti sağlam şəkildə eləməkdən ötürü yalnız Allaha qul olun. Ortalıqda dolaşan insanları Allahla araya qoşmayın. Biz onlara vəd etdiyimizin bir qismini sənə göstərsək və ya ondan öncə səni öldürsək, bil ki, sənin öhdənə düşən ancaq təbliğ etməkdir. Quranı insanlara çatdırmaqdır. Haqq hesab çəkmək isə bizə aiddir. Allah Taala deyir, İbrahim 10 elçiləri onlara dedilər: Göyləri və yeri yaradan Allaha şək etməkmi olar? O günahlarınızı bağışlanmaq və sizə müəyyən vaxta qədər möhlət vermək üçün sizi iman gətirməyə çağırır. Allah Taala bizi imana çağırır. Bu Quran yoluyla. Onlar dedilər: Siz də bizim kimi ancaq bir insansınız. Biz atalarımızın ibadət etdiklərindən döndərmək istəyirsiniz. O cahillər deyəcəklər: Biz atalarımızın etdiyi ibadət etdiyi şeylərdən döndərmək istəyirsiniz. Allah Taala deyir: Bəs atalarınız səhv yolda isə, yenə o səhvi mi təkrar edəcəksiniz? Hidayət rəhbəri olaraq Quranı göndərib, buna baxmayacaqsınızmı? Quranla əməl eləməyəcəksinizmi? Eləsə biz açıq, aydın bir dəlil gətirin. Elçiləri onlara dəlillər dedilər: Biz də sizin kimi bir insanıq. Lakin Allah öz qullarından istədiyinə lütufkarlıq edir. Allahın izni olmadan biz sizə heç bir dəlil gətirə bilmərik. Allah nə əmr eləyibsə Peyğəmbərlər onu eləyirlər. Qoy möminlər ancaq Allaha təvəkkül etsinlər. Biz də Allaha təvəkkül edən möminlər olaq. Allah bizə yollarımızı göstərdiyi halda biz nə üçün Allaha təvəkkül etməyək? Sizin bizə verdiyiniz əziyyətlərə dözəcəyik. Qoy təvəkkül edənlər ancaq Allaha təvəkkül etsinlər. Kafir olanlar öz elçilərinə dedilər: Sizi ya öz torpağımızdan qovacaq, ya da mütləq dinimizə qayıdacaqsınız. Kafir olanlar öz elçilərinə belə deyiblər və peyğəmbərlərin bəzilərini öldürüblər kafirlər. Bəzilərini də elə bil ki, torpağından çıxartmaq istəyiblər ki, bizim atalarımızın uyduğu dinə siz də uyacaqsınız. Peyğəmbər ora tövhid dini gətirəndə İslam dini, bütün peyğəmbərlərə qarşı çıxan müşriklər olub. Necə ki, hal-hazırda Qurandan siz referans gətirəndə necə ki sizə söz atacaqlar və Quranı danışmayın deyəcəklər, elə də peyğəmbərlərə qarşı çıxan insanlar olub. Mən özümü peyğəmbər kimi aparmıram. Ancaq Allah Taala Quran-ı Kərimdə deyir ki, yaşayan Rəsulu, o Rəsulu siz davam etdirin. O Rəsulu siz yaşadın. O Rəsulu siz insanlara çatdırın. Yaşayan Rəsul əlimizdədir. Peyğəmbərin yolu getməkdən ötürü biz nə eləməliyik? Yaşayan Rəsul əlimizdə olduğu halda biz nəyə müraciət eləməliyik? Uydurmalara mı? Peyğəmbər uydurmaları mı gətirib bizə?
Peyğəmbər hansısa məzhəbin, təriqətin nümayəndəsinəmi baxıb, hansısa təriqətimi, hansısa məzhəbi, firqəsi və yaxud da cəmaatı olub Peyğəmbərin? Nəyi olub Peyğəmbərin? Yalnız Qurana uyub Allah nə deyirsə onu eləyib o. Və bizim də üzərimizə düşən, öhdəliyimizə düşən yalnız Allaha qul olmaqdır. Biz zalimləri mütləq məhv edəcəyik. Və onlardan sonra sizi bu yerdən sakın edəcəyik və onlardan sonra sizi o yerdə sakin edəcəyik. Allah Taala deyir ki, müşriklərin yerlərinə sakin edəcəyini deyir. Bu huzurumda durmaqdan qorxanlar və təhdidimdən çəkinənlərə aiddir. Uydurma yolu gedənləri zaten Quranı anlamaq istəməzlər. Əş-Şuara 14. Onlara məhz elm verdikdən sonra öz aralarındakı paxıllıq ucbatından ixtilafa düşdülər. Əgər Rəbbindən müəyyən bir vaxtadək söz verilmiş olmasaydı, onların arasında artıq hökm çıxarılmış olardı. Onlardan sonra kitaba varis olanlar da onun barəsində anlaşılmaz bir şübhə içindədirlər. 15-ci ayə. Buna görə də sən tövhidə dəvət et və sənə əmr olunduğu kimi düz yolla get. Tövhidə dəvət et. Əmr olunduğu kimi düz yolla get, Quran yoluyla. Onların nəfslərinin istəyinə uyma və de. İnsanların nəfslərinə uyma. Və sən de. Allah nə deyirsə onu de. Mən Allahın nazil etdiyi kitaba iman gətirdim. Mənə sizin aranızda ədalətli olmaq əmr edilmişdir. Allah bizim də Rəbbimiz, sizin də Rəbbinizdir. Bizim əməllərimiz bizə, sizin də əməlləriniz sizə aiddir. Bizimlə sizin aranızda mübahisə ediləcək bir şey yoxdur. Allah hamımızı bir yerə toplayacaqdır. Dönüş də yalnız onadır. Əş-Şuara 16-cı ayə. Allahın dəvəti qəbul olunduqdan sonra onun barəsində mübahisəyə girişənlərin dəlili Rəbbinin yanında boş şeydir. Onlar dünyada qəzəbə düçar olacaqlar, axirətdə isə onları şiddətli əzab gözləyir. Kitabı və tərəzini gerçək həqiqət kimi nazil edən Allahdır. Nə bilirsən, bəlkə də o saat yaxındır. Bəlkə də o saat yaxındır. Kim bilir onu? Heç kim. Qiyamətə inanmayanlar onu tez gəlib çatmasını istəyirlər. Möminlər isə ondan qorxur və onun həqiqət olduğunu bilirlər. Elhamdülillah, əmənnə, qiyamətin haqq olduğunu biz bilirik və gün gələcək, qiyamət anidən qopacaq. Biz hamımız öləsiyik və öldükdən sonra uca Allah bizi yenidən yaradacaq və bizi mühakimə eləyəcək və biz Allahın huzurunda hesab verəsiyik. O gün dünya dağılacaq, yer üzü həlak olacaq, günəş olmayacaq, yer üzü Allahın nuru ilə aydınlanacaq. Şübhəsiz ki, o saat barəsində mübahisə edənlər dərin bir azğınlıq içindədirlər. Əl-Əhqaf 30. Onlar dedilər, ey qövmümüz, biz həqiqətən də Musadan sonra nazil edilmiş özündən əvvəlkiləri təsdiqləyən, haqqa və düz yola yönəldən bir kitab dinlədik. Ey qövmümüz, Allahın təbliğatçısını qəbul edin və ona iman gətirin ki, Allah günahlarınızı bağışlasın və sizi ağırlı-acılı əzabdan qurtarsın. Allahın təbliğatçısını və Qur'anı qəbul etməyən kimsə yer üzündə Allahdan yaxa qurtara bilməz və onlardan başqa onun himayəçisi, dostları da olmaz. Onlar aşkar azğınlıq içindədirlər. Və əgər onlar göyləri və yeri yaradan, onları yaratmaqla yorulmayan Allahın ölüləri də diriltməyə qadir olduğunu görmürlərmi? Sözsüz ki, o hər şeyə qadirdir. Kafirlər odun qarşısında getiriləcəkləri gün onlara məgər bu həqiqət deyilmi deyiləcəkdir. Onlar, bəli, Rəbbimizə and olsun ki, həqiqətdir. Kafirlər Allaha iman gətirməyən kafir və müşrik müsəlmanlar o vaxtı biləcəklər. Bu dünyada bilməzlər. Bu dünyada bəlkə mənfəətlərini güdürlər, ancaq haqqı o dünyada bilirlər. Dindən pul qazanmağa çalışmayın. Dini alət hala gətirməyə çalışmayın. Heç bir 25 dənə adı keçən Peyğəmbərin heç birisi dindən pul qazanmayıblar. Hamısının özlərinin işləri olub. Zəhmət çəkiblər. Və Peyğəmbər də Quranı musiqi ilə oxumayıb. Quranı biz necə danışırıqsa o danışan dildə oxuyub.
danışıb insanlara. Ondan hökmlər verib, ondan söhbət eləyib. Quran xütbələrdə hər vaxt Peyğəmbər Qurandan söhbət eləyib. Bəli, Rəbbimizə and olsun ki, həqiqətdir deyəcəklər. Allah da küfr etdiyinizə görə dadın əzabı deyəcəkdir. Hələ ki sağsınızsa Quran yoluna yönəlin. Əl-Qələm 42. O gün dizlərinin bağı çözüləcək, səcdəyə qapanmaya çağırılacaqlar, amma gücləri olmayacaq. Onların baxışları yazıq görmək alacaq. Onların baxışları yazıq görkəm olacaq. Özlərini də zəlalət bürüyəcəkdir. Hərçənd ki, onlar dünyada ikən sağ-salamat halda səcdə qılmağa dəvət olunurdular. Bu sözü Quranı yalan sayanları mənim öhdəmə burax. Bu sözü Quranı yalan sayanları mənim öhdəmə burax və Quranı eşitmək istəməyənləri, Quranı anlamaq istəməyənləri, Qurandan misal gətirəndə onları kritikavat eləyənləri və yaxud da Quran istəyənləri, Qurandan referans gətirəndə onu eşitmək istəməyənləri Allah Taala deyir ki, bu sözü Quranı yalan sayanları mənim öhdəmə burax. Onları gözləmədikləri yerdən adım-adım pis sona yaxınlaşdıracağıq. Hələlik mən onlara möhlət verirəm. Şübhəsiz ki, mənim kafirlər üçün qurduğum şey çox güclüdür. Hələ ki, möhlət verilir. Allah Taala hamıya möhlət verir qiyamətə qədər. Nuh 3. Allaha ibadət edin, ondan qorxun və mənə itaat edin. Nuh Peyğəmbər öz qövmünü yenə haqqa, İslama dəvət edir. Belə etsəniz, o sizin günahlarınızdan keçər və sizə müəyyən vaxtadək möhlət verər. Həqiqətən Allahın müəyyən etdiyi vaxt gəlib çatdıqda əsla təxirə salınmaz. Kaş biləydiniz. O dedi, ey Rəbbim, mən xalqımı gecə də, gündüz də dəvət etdim. Amma dəvətim onların haqqdan qaçmalarını daha da artırdı. Sən onları bağışlayasan deyə mən hər dəfə onları imana dəvət etdikdə onlar barmaqlarını qulaqlarına tıxayır, paltarlarına bürüyür. Küfürlərində israr edir və ötkəm təkəbbürlənirdirlər. Bəzi indiki müsəlmanlar kimi təkəbbür edirlər və Qurandan uzaq olmaya çalışırlar. Sonra mən onları aşkarcasına dəvət etdim. Sonra mən onlara həm uca səslə, həm də gizlincə bildirdim. Xeyri olmadı. Onlar istəmədilər haqqı bilməyə. Dedim, Rəbbinizdən bağışlanmağınızı diləyin. Həqiqətən o çox bağışlayandır. Bugünkü söhbətimiz dəvət ilə əlaqəli oldu. Dəvət də bildiyiniz ki, peyğəmbərlərin hamısı öz qövmlərini haqqa, İslama dəvət ediblər və haqqı, İslamı insanlara çatdırmağa çalışıblar. Biz də gördük ki, peyğəmbərlər insanları haqqa, Qurana dəvət etdikləri zaman onlara inanmayan və peyğəmbərlərin dəvətini rədd edən müşrik və kafirlərin olduğunu gördük. Peyğəmbərlər insanları İslama, dinə, haqqa, tövhidə dəvət etdikləri halda onlara qarşı çıxan müşrik və kafirlərin olduğunu biz gördük. Siz əgər insanları Qurana öz dilinizdə oxuyub anlamaya dəvət etməsəniz, bilin ki, siz də müşrik olursunuz. Əgər siz insanları Qurana, onu anlamaya, oxumaya dəvət eləməsəniz, bilin ki, müşriklik etmiş olursunuz. Müşrik də haqqı bilərək örtən deməkdir. Kafirlik etmiş olursunuz. Haqqı bilərək örtmüş olursunuz. Siz bilirsiniz Allahın ayələri bunlardır və siz istəmirsiniz ki, insanlar Allahın ayələrindən xəbərdar olsunlar. Siz istəyirsiniz ki, Allahın ayələrindən heç kimsə xəbəri olmasın, biz nə deyiriksə onu eləsin. Siz bunu istəyirsiniz. Haqqı bilərək örtmüş olursunuz. Bunun üçün yalnız insanları Qurana dəvət et, onun yolunu tut və Allaha tam bir təslimiyyət göstər. Əziz müsəlmanlar, Allaha tam təslim olan, Allahın hüdudlarını keçməyən, onun əmir və yasaqları, Allahın fərzi və sünnətinə tam riayət edən, Allahın əmr etdiyi şəkildə insanları İslama, Qurana dəvət edən,
Allaha təslim olaraq təslimiyyəti ağızla deyib qəlblə təsdiq eləyən möminlər olaq. Allah Teala bu Ramazanda etdiyiniz ibadətləri qəbul eləsin, oruçlarınızı qəbul eləsin. Allah Teala bu Ramazan ayı Kur'an'ın başlama ayıdır. Bu ayda bizim hamımıza Kur'an'ı anlayıp, öz dilimizə anlayıp, yaşayıp, yaşadan bəndələr Allah Teala bizi eləsin və bütün insanları da hər zaman daim Haqqa, Allaha, Kur'an'a dəvət eləyək. Uydurmaları kənara qoyaq. Məzhəbçiləri, firqələri, xurafatı qırağa qoyaq. Din deyə xurafat yaşamayaq. Allah nə əmr eləyibsə Quranda Allahın dediyinə iman gətirək və Allah nə deyibsə onu eləyək. Və aleykum əssalam və rəhmətullahi və bərəkatuhu. Sağ olun, var olun.